mücadileye. Aynen Kataloniya. Gələcəksiniz xiyabanları, Təbrizin xiyabanları yüz minlərlə dolacaq. Azərbaycanımızın hər köyünün, kəndinin, qəsəbəsinin, şəhərcikinin, şəhərinin və vilayətlərinin başında olan şəhərlər, Təbrizimiz, Urmiyyəmiz, Zəncan, Ərdəbil, Kərəc, Həmədan, bunlarda milyonlar insanımız qoy dünya bugünküsüydü. Hamı görür. Yalın əllə gəlin. Adamıq, adamlıq haqqımız istirik. İnsanıq, insani haqlarımız istirik. Aram bəzi şuarlara məsəl edəcəyim. Dedim, bayrağını al, gəl. O bayraq separatizm deyil. İranı bölən bayraq deyil. O bayraq bizim öz müqəddəratımızı əldə etmək bayrağımızdır. O bayraq bizim ola bilər ki, federativ İranın bir cumhurisi olan, bir federasyonun bir üzvü olan Azərbaycanın bayrağıdır, Güney Azərbaycanın. O bayraq müstəqil Azərbaycanın bayrağı da ola bilər. Ama o bizim bu günləri İranın qəbul etdiyi self-determination, yani öz müqəddəratını əldə etmə haqqının bayrağıdır. Muxtariyyət bayrağıdır. Özümüz özümüzü yönetirik. Parlamentimizdə olan bayrağımızdır. Açıq buyurursunuz, ta bütün Azərbaycan yarandı. Bu bayraqçılar tarixin qızıl səhifəsinə bütün Azərbaycanın bayrağı var. Babamız Məhəmməd Əmin Rəsulzadənin qaldırdığı bayraqdır. Əzizlər, dedim bayrağı bu al gəl və barışçıl yollarla. Unutma, Mahatma Gandhi'nin mübarizələrini oxu. Mahatma Gandhi'nin mübarizə yöntemlərini və metodlarını oxu və öyrən. Biz demiştim, Azərbaycan, Güney Azərbaycan bir dağdır. Savalan dağından yekə bir dağdır. Düşmən, sen uyanırsan, sen yüksək səviyyədə milli və siyasi şuura malik olursan, sen düşmənin yüzündən çoxu səni daldırdığı, batırdığı, ölüm uykusundan ve yuxusundan qalxırsan, eğer sen uyanırsan, yüksək səviyyədə milli və siyasi şuura malik olursan, düşmən sənin qarşında, sen savalan dağsan, o bir oğuşqun ve topraqdır. Senin ayağının altında kalacaktır. Biz terörist değiliz. Biz kanımız tökülse de kan tökməyəcəyik. Biz Təbrizin xiyabanların yüz binlerle, milyonlarla dolduracağıq. İnsanıq, insan görün, insani haklarımızı verin. Milleti, millet görün, millet tanıyın ve milli haklarımızı verin. Taksle vergi verende Şirazdan, İsfahandan çox, oğru, talancı, hırsız namətlər, Tehran, alçaq Tehran, hırsız Tehran, oğru Tehran, zalim Tehran. Təbrizdən, İsfahandan, Şirazdan çox təks, vergi, maliyyət alcınan, onun 300'dən birini ver Təbrizə, 300 qat daha çoxun ver Şiraz və İsfahana. Elə mi?